Salam dəyərli izləyicilərimiz, xoş gördük sizi. Özəl müsahibənin növbəti buraxılışı ilə qarşınızdayıq. Bu dəfə biz özəl müsahibədə rəqəmsallaşma, süni intellekt, eyni zamanda startaplar mövzusuna toxunacağıq. Özəl müsahibənin özəl qonağı isə Bakı Mühəndislik Universitetinin nəzdində fəaliyyət göstərən Texnoparkın direktoru Vüsal Süleymanlıdır. Vüsal müəllim, xoş gördük sizi özəl müsahibədə. Çox sağ olun, təşəkkür edirəm dəvət üçün. Yaxşı olasınız, necəsiniz? Təşəkkür edirəm. Vüsal müəllim, ilk öncə gəlin başlayaq ki, sizin ümumiyyətlə zəngin və maraqlı bir karyera keçmişiniz var. Həm müxtəlif layihələrdə rəhbər olmusunuz, eyni zamanda da hazırda Texnoparkın direktorusunuz. Ümumiyyətlə, baxın, bu, belə deyək də, posta deyək də, yəni Texnoparka direktor təyin olunmağınızı necə qəbul etdiniz, necə gəldi bu təklif sizin üçün? Açığını desəm, bu təklif mənim üçün çox maraqlı oldu. Bir, o səbəbə görə ki, mən Bakı Mühəndislik Universitetində magistr təhsili almışdım. Universitetin şəraiti, orada gedən layihələr, işlərlə tanış edim və belə bir təklif alanı mən çox, necə deyərlər, həvəsli oldum ki, təklifi qəbul edim. Əlavə olaraq da artıq bu sahədə 15 ildən çoxdur ki, mən çalışıram. İstər yerli dövlət qurumları, istər beynəlxalq təşkilatlar, özəl şirkətlər, Çin, Koreya, Amerika təcrübəsi. Mən düşündüm ki, bu illər ərzində qazandığım təcrübəni mən Bakı Mühəndislik Universitetində tətbiq edərək Azərbaycanda tanınmış bir Texnopark, innovasiya platforması qura bilərəm, öz komandamla bunu reallaşdıra bilərəm və bu səbəblə mən məmnuniyyətlə qəbul etdim. Qısa müddət ərzində mən deyərdim ki, biz ekosistem üçün, ümumi Azərbaycan ekosistemi üçün mənim şəxsi fikrimcə uğurlar əldə etmişik. Təbii ki, bunu izləyicilər də, bizim tələbələrimiz də, müəllimlərimiz də ətraflı formada izah edə bilər. Çox gözəl, uğurlar arzu edirik. Çox sağ olun. Gəlin elə yeniliklərdən az öncə danışdınız. Gəlin başlayaq ki, Texnoparkda bizə hansı yeniliklər gözləyir, hədəfləriniz nədir? Özəl müsahibədə özəl açıqlamalarınız. Təbii ki. Ümumiyyətlə, Texnopark sözünü biz 2010-cu ildən Azərbaycanda biz görürük, tədbirlərdə, ümumiyyətlə, innovasiya sözünün aktuallığını son illərdə görürük. Ümumiyyətlə, bəlkə də bir gənc üçün mümkün variantlardan biri kimi görünür ki, o zəngin olsun, öz ideyalarını reallaşdıra bilsin, bazara çıxara bilsin. Və biz Texnoparkda da həmişə çalışırıq ki, orada qurduğumuz sistemi beynəlxalq standartda quraq. Məsələn, bu istiqamətdə biz Qlobal İnnovasiya İnstitutu tərəfindən bir layihəyə qoşulduq. Bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi dəstəkləyirdi. Hal-hazırda Bakı Mühəndislik Universitetinin Texnoparkı Azərbaycanda yeganə akkreditasiyadan, sertifikasiyadan keçmiş innovasiya laboratoriyasıdır. Məsələn, ölkədən yüksək status hal-hazırda BMÖ Texnoparkdadır bu istiqamətdə. Və bu akkreditasiya, bu sertifikatı biz laboratoriya şəraitinə görə, orada olan proseslərə görə, sistemə görə əldə etmişik. Əlavə olaraq biz əgər Texnoparkdan danışırıqsa, burada təbii ki, ən dəyərli məhsul əqli mülkiyyətdir, ixtiradır, patentdir və s. Və bunların da idarə olunması lazımdır. Necə ki, bir layihə idarə ediriksə, fərz edək sizin bir əqli mülkiyyət portfolyonuz var, bunu sistemli formada idarə etməlisiniz, investorlara çıxarmalısınız, şirkətlərlə kommunikasiyada olmalısınız və bütün bu prosesin idarə olması üçün beynəlxalq standartlar var, sistemlər var. Bu istiqamətdə biz Ümumdünya Əqli Mülkiyyət Təşkilatının bir inkişaf proqramına qoşulmuşuq. 15 ölkədən 39 Texnopark iştirak edir orada. Azərbaycandan da Texnopark kimi Bakı Mühəndislik Universitetinin Texnoparkı orada Azərbaycanı təmsil edir. Yekununda bu proqram yekunlaşanda biz ISO 56002, 56005 standartlarını biz Texnoparkda tətbiq edəcəyik. Bunlar innovasiya menecment standartlarıdır və düşünürük ki, bu öz üzlüyündə bir Azərbaycan korporativ sektor üçün də nümunə olacaq ki, biz innovasiya idarə etməsindən danışanda, yeniliklərdən danışanda, ümumiyyətlə həm şirkət daxilində, həm dövlət qurumlar daxilində bir yeniliyin, dəyişikliyin idarə edilməsindən danışanda bu standartlar tətbiq olunsun və işlər bir növ beynəlxalq standartda geçsin. Çox gözəl. Mənə bir sual maraqlıdır ki, Texnopark necə maliyyələşir? Yəni, universitet tərəfindən yoxsa özü maliyyələşdirir? Bu proses necə nizamlanır? Bugünkü gün Texnopark universitet tərəfindən maliyyələşir və biz artıq yeni gəlir kanalları biz formalaşdırırıq Texnopark üçün. Bu gəlir kanalları bir növ rezidentlərə xidmətin təmin olunmasıdır. Bu xidmətlər ofis mərkəzi, laboratoriya xidmətləridir. Əlavə olaraq biz ümumiyyətlə Texnoparkı və universitetin timsalında ümumiyyətlə Bakı Mühəndislik Universitetini biz biznes strukturlarla danışanda belə təmsil edirik ki, biz o şirkətlər üçün, o qurumlar üçün bir növ tədqiqat və innovasiya partnyoru olmaq istəyirik. Bu nə deməkdir? Məsələn, böyük bir şirkət öz daxilində yenilik yaratmaq istəyəndə onun bir xərci var. Ancaq bunu universitetlə eləsə, o xərc çox, belə deyək, gözə dəyən dərəcədə aşağı düşür.
o bir növ testləri eləmək, pilot layihələr eləmək universitet mühitində, texnoparkda daha ucuza başa gəlir. Və istər-istəməz digər bunun sosial təsirləri də var. Oradakı gənclər yetişir, tələbələr yetişir. O tələbələr gələcəkdə onlar üçün ideal bir kadr rolu ala bilərlər. Universitetdə bir çox bizim tədqiqatçılarımız var. O tədqiqatçılar həm o biznesin, həm də şirkətin inkişafında öz dəyərli fikirlərini, rəylərini bildirə bilər, ixtiralarını, patent və s. təqdim edə bilər. Və bütün bu prosesdə Texnopark bir növ, belə deyək, fasilitator rol oynayır, işin idarə olunması, koordinasiyası və orada uğurlu bir hallarda o artıq oradan komissiyasının payını götürür. Əlavə olaraq Texnopark daxilində bizdə texnoloji transfer mərkəzi var. Bu nə deməkdir? Orada olan tədqiqatçıların ixtiralarının patentləşməsi, daha sonra patentin müxtəlif formada kommersiallaşması, lisenziya olaraq və yaxud da şirkət qurulub spin-off kimi universitet mühitindən çıxması və bütün prosesləri biz texnoloji transfer mərkəzi vasitəsilə idarə edirik. Bir növ biz innovasiyadan danışırıqsa, texnologiyanın kommersiallaşmasından danışırıqsa, BMO Texnoparkı bir platforma kimi qurmuşuq ki, ora insan gələndə həm tədqiqata əl çatan olsun, həm patent məsələlərini həll etsin, həm bizneslə əlaqəsi olsun, yeri gəldi o layihəsinə investisiya tapmaq istəyirsə də biz bir çox dövlət və özəl qurumları ilə də tərəfdaşlığa başlamışıq. Məsələn, nümunə kimi Azərbaycan. Sənin sualım o olacaqdı ki, hansısa bir fond, belə deyək də, venturlarla və yaxud da fondlarla əməkdaşlıq olunurmu? Təbii ki, bizim ölkəmizdə venture fondlar var. Buna nümunə kimi Emerge nümunə göstərmək olar, Sabah fondu göstərmək olar, Qafqaz Ventures göstərmək olar. Zaten bizim tələbələr, tədqiqatçılar elə Azərbaycan daxilində olduğu üçün o fondlar birbaşa da çıxışları olur. Amma əlavə olaraq da biz məsələn Sabah Hub, Sabah belə deyək, platforması ilə də tərəfdaşlıq edirik. Xüsusilə inkubasiya proqramında tərəfdaşlıq edirik, hansı ki orada uğurlu layihələr Baku ID tədbirində investorların qarşısına çıxırlar, öz layihələrini təqdim edirlər. Əlavə olaraq bizim tələbələr aktiv şəkildə KOB agentliyinin təqdim etdiyi startup şəhadətnaməsi belə deyək, proqramında da iştirak edirlər, hansı ki orada artıq startup şəhadətnaməsi almış layihələr vergi güzəştləri əldə edir. Əlavə olaraq da investorun gözündə artıq o layihə daha dəyərli olur. Bizim çoxlu, buna biz mələk yatırımcı deyirik, angel investor networkümüz də var. Bu networkə elə korporativdə işləyən şöbə müdürləri, elə mütəxəssislər, bir çoxu daxildir ki, onlar həmişə bizə müraciət edirlər ki, məndə biraz vəsait var, mən onu daşınmaz əmlak yatırım eləmək istəmirəm, daha çox riskli, amma daha çox geri dönüşü olan layihə axtarıram, startup olarsa mən yatırım edim. Bu formatda biz artıq bir icma da formalaşdırırıq ki, bizim startuplarımız, layihələrimiz maliyyə vəsaitlərinə çıxış əldə etmək istəyəndə Texnopark onlara dəstək olsun. Bəzi həqiqətlər də deməliyik ki, bugün o proses biraz ləng gedir, biz onu sürətləndirmək istəyirik. Burada bir çox faktorlar var. Ümumiyyətlə, yəqin ki, siz də görərsiniz ki, son illərdə ölkəmiz xüsusilə rəqəmsal iqtisadiyyata da önəm verir və xüsusilə dövlətin bu sahədə təbliğatı, ölkə səviyyəli layihələr, strateji proqramlar, bunlar hamısı bir növ bizə də kömək edir ki, Texnoparkı, innovasiyanı, startupı o iş adamlarına, yatırım etmək istəyən şəxslərə daha da maraqlı hala gətirə və ümumilikdə bu ekosistem bundan faydalansın. İlk gəldiyinizdə universitet mühitində dəyişmək istədiyiniz ilk ənənəvi yanaşma nə idi? Universitet mühiti mən deyərdim ki, korporativdən və dövlətdən çox fərqlənir. Bir növ, biraz çərçivələri çox bəlli bir mühitdir. Yəqin ki, belə də olmalı, çünki orada minlərlə insan yetişir, orada çox riskə getmək də doğru addım deyil. Ancaq şəxsən mənim universitetə gəldiyim vaxtı ilk belə dəyişmək istədiyim şeylər oldu ki, burada çoxlu rutin işlər var və bu işlər bir növ avtomatlaşa bilər. Burada bir sistem varsa deyək, bu sistem daha da optimizə halda işləyə bilər. O sistem quruculuğu deyək, mənim ixtisasım da bir növ idarə etməli informasiya sistemləridir və o cəhətdən orada biz məsələn Texnoparka müraciətlər üçün onlayn sistem qurmuşuq. Tələbələr komanda yoldaşı tapması üçün onlayn sistem qurmuşuq. Daha sonra sosial media platformalarının aktiv formada istifadə edirik. Məsələn, bəzi böyük texnoloji nəhəngləri ilə biz tərəfdaşlığa başlamışıq ki, universitetdə ümumiyyətlə bu informasiyanın idarə olunması sistemli formada olsun. Universitet özü elektron universitet olma yolunda addımlayır, yeni layihələr var. Əlavə olaraq, məsələn, universitet mühitinə gələndə
biz gördük ki tələbələr Texnopark elə bir yerdir ki, biz ora gələn tələbəyə o mesajı veririk ki, sən sakit durmamalısan, hərəkət eləməlisən. Ancaq universitetdə biz görürük ki, onlar o sinif içində bir növ dərsdə qulaq asmaq və s. onlar biraz pasiv formada qalırlar. Düzdür, laboratoriyaların olması buna çox kömək olur ki, onlar praktikaya keçsin. Amma ona üstəgəl Texnopark da olsa, onlarda mən deyərdim bir balaca maddi maraq da yaranır ki, öyrəndiyi biliyi, reallaşdırdığı layihədən həm də pul qazanmağı fikirləşsin. Elə olanda mən görürəm ki, tələbələrin marağı daha da artır və əslində onlar üçün belə bir şansın mövcudluğunu biz təbliğ etməyə başladıq ki, ay tələbələr, siz maraqlı şeylər öyrənirsiniz. Hansı ki, bazarda bunu bilən çox az adam var. Siz biliyinizi sata bilərsiniz, siz biliyinizi layihə formasına salıb sata bilərsiniz və bunun üçün Texnopark sizin üçün bir platformadır. Və bunun bir sistemini biz qurmağa başladıq. Əlavə olaraq Texnoparkı biz işlədən zaman gördük ki, layihələr azdır. Yəni Texnopark universitetdə olan layihəni deyək bazara çıxarmaq məsləhəti varsa, əsas məsələ orada layihə sayı da artmalıdır, keyfiyyətlə yanaşı. Və bu məqsədlə biz artıq universitet daxilində fakültələrlə işə başladıq. Kurs işləri və s. onlar üçün biz beynəlxalq müsabiqələri analiz edib, həmçinin də bazarı analiz edib, trend mövzular verdik ki, artıq tələbə sıradan bir mövzu ilə bağlı araşdırma etməsin, elə bir mövzula bağlı araşdırma etsin ki, sabahsı gün o araşdırması bir layihəyə çevrilsin. O layihə ilə o müsabiqədə iştirak edə bilsin və yekunda öz layihəsini kommersiallaşdıra bilsin. Yəni bir növ araşdırma ilə, tədqiqat ilə bazarın tələbləri onun biz əlaqələnməsini bir sistem halına salmağa çalışırıq. Hal-hazırda bir onlayn sistemimiz də var. Əlavə olaraq iş dünyası ilə əlaqə. Universitet sənaye işbirliyi bugün ən aktual mövzusudur. Bu istiqamətdə biz aktiv belə deyə layihələrdə iştirak edirik. Məsəl üçün biznes sərgilərində biz iştirak edirik universitet olaraq. Yüzlərlə şirkətə universitetin xidmətləri, resursları, kadr bazası bu ilə bağlı məlumat veririk. Biz çox istəyirik ki, şirkətlər universiteti yalnızca kadr bazası kimi görməsin. Universiteti əvvəldə qeyd etdiyim kimi tədqiqat və innovasiya partnyoru kimi görsün. Elə olan halda o şirkətlər üçün də bəlkə də orada yaranacaq iqtisadi dəyər daha böyük olacaq. Çünki universitetdə yenə dediyim kimi bir şirkət üçün bir tədqiqatçını öz komandasına dəvət etmək, ona stabil maaş vermək müəyyən bir xərcdir. Amma universitetlə o pilot layihələr formasında onu çox sürətli edə bilər. Yəni bu istiqamətdə, xüsusilə universitet sənaye işbirliyi istiqamətində bir onlayn platforma üzərində işləyirik. Rəqəmsal və qlobal vizyonu bugün Bakı Mühəndislik Universitetinin Texnoparkına necə transfer edirsiniz? Bu çox maraqlı sualdır. Biz belə 50 il, 100 il əvvələ də baxa bilərik. Bir çox qlobal innovasiyadan biz danışırıqsa, qlobal ekosistemlərə baxanda biz nə görürük? Orada dövlət, sənaye və akademiya deyək, təhsil, tədris, bu üçlü, triple helix adlandırırlar. Hətta biz Avropa Birliyi modelinə baxsaq, orada quad helixdir, dövlət, sənaye, akademiya, bir də cəmiyyət. Orada cəmiyyət komponenti də var. Və biz çalışırıq ki, vizyon olaraq beynəlxalq vizyonu özümüzdə tətbiq edək, amma yerli, belə deyək, reallığa uyğun, həqiqətə uyğun. Çünki beynəlxalq təcrübəni birbaşa tətbiq etmək bəzən bizim sistemə uyğun gəlmir, dayanıqlı olmur əsas məsələ. Pilot layihə kimi olur, daha sonra onu biz böyük həcmdə edə bilmirik. Bakı Mühəndislik Universitetinin Texnoparkı mən deyərdim, bugünkü gün vizyonu odur ki, yenə dediyim kimi biz istəmirik ki, özəl sektor universiteti yalnızca kadr bazası kimi görsün. Təbii ki, bu universitetin ümumi iqtisadiyyata qatacağı ən böyük dəyərdir, orada yetişən insanlar. Amma biz çox istəyirik ki, universitet özəl sektorla, dövlət şirkətləri ilə bir növ biznes partnyor olsun. Çünki özünüz də bilərsiniz, universitetlərin artıq hüquqi statusu dəyişib, publik hüquqi şəxsdir, gəlir yarada bilər, pul qazana bilər, özü öz dayanıqlığını təmin edə bilər. Bir növ bu universitetlərə çeviklik də verir ki, o artıq özəl sektorun tələbinə, marağına uyğun layihələr də təklif etsin. Qısaca vizyonu mən net bu şəkildə deyərdim ki, biz özəl sektorun və dövlət şirkətlərinin tədqiqat və innovasiya partnyoru olmaq istəyirik və bu çərçivədə olacaq bütün o texnoloji transfer, innovasiya layihələri, bir növ hackathonlar, bootcamplər, korporativ proqramlar, hansı ki, özəl sektor üçün təlim proqramı, bütün bu komponentlər bizə ehtiva edən bir platforma olmaq istəyir. Əsas vizyonumuz odur. Və beynəlxalq universitetlərin də vizyonuna baxanda orada o kəsişməni görürük ki,
təhsil sektoru sənayedən, dövlətdən kənarda böyüməməlidir. Onlarla birgə iki tərəfli həm özü də faydalanmalıdır, həm qarşı tərəfli də fayda verməlidir. Vüsal bəy, biz adətən universitetləri necə tanıyırıq? Nəzəri bilik verən məkan kimi tanıyırıq da. Bəs belə deyək, sizin Texnoparkda tələbənin o ağlındakı ideyanı real biznesə çevirmək üçün hansı praktiki mexanizmlər təklif edilir? Açığını deyərdim, Bakı Mühəndislik Universiteti elə adından mühəndislik olduğu üçün bəlkə də digər universitetlərə nəzərən burada praktika çox tələb olunan bir şeydir. Çünki mühəndis yetişirsə burada mühəndisin nəzəri biliyi ilə yanaşı praktiki biliyi olmalıdır. Texnopark olaraq əslində bizə yeganə qalır ki, o tədris prosesində marağı olan tələbələri biz filtrləyək, dəvət edək Texnoparka, onlar üçün iş mühiti yaradaq, onlar üçün laboratoriyada şərait yaradaq ki, o prototipləri yarada bilsinlər və paralel olaraq biz onlara məlumat verək ki, bugünkü gün məsəl üçün onlar hansısa müsabiqədə iştirak edirlərsə, o müsabiqənin tələbi nədir? Ya da bugünkü gün onlar hansısa şirkətdə xidmət göstərmək istəyirlərsə, şirkətin istəyi nədir? Əslində o qarşı tərəfdə olan problem siyahısını biz onlara düzgün formada kommunikasiya etsə, artıq tələbəyə də məlum olur ki, o nəyi düzəltməlidir. Çünki başqa cür o belə deyək, sinifdə, laboratoriyada bir şey düzəldir, ancaq onu bazarda tələb olmayanda həvəsdən düşür, motivasiyadan düşür. Texnoparkalar biz əsas ona çalışırıq ki, bazarda olan tələbə uyğun tələbənin işlərini biz koordinasiya edək və onları əlaqələndirək. Bu prosesdə biz etaplarla getsək, preinkubasiya prosesi var bizdə. Bu nə deməkdir? Ümumiyyətlə, bizim 7000-dən çox tələbəmiz var və biz onlara daim təbliğat edirik ki, Texnopark var, startup deyə bir şey var, innovasiya layihəsi deyə bir şey var, dövlət, cəmiyyət, hamı bunu yaradılmasına maraqlıdır və burada yaradan tərəf siz ola bilərsiniz. Bu resurslarımız var ki, siz faydalanın. Bu bir istiqamətdir. İnkubasiyaya gəldi, burada artıq daha sistemli biz prototipin yaranmasına köklənirik. Burada biz dövlət qurumları ilə də tərəfdaşlıq edirik. Nümunə olaraq İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sponsorluğu deyək, inkubasiya proqramları təşkil olunur. Əlavə olaraq, məsəl üçün, yenə əvvəldə qeyd etdiyim Sabah Akademiya ilə biz inkubasiya proqramları keçirik. Və növbəti etap gəlir deyə akselerasiya. Bizdə hal-hazırda özəl şirkətlərə də müraciət ünvanlamışıq ki, universitetdə özəl şirkətlərin sponsorluğu ilə akselerasiya edək. Bu nə deməkdir? Özəl şirkətin mütəxəssisləri artıq o layihənin kommersiallaşmasına kömək edir. Ola bilsin, özəl şirkət özü artıq o layihəni öz tərkibinə alır və böyüdür, resurs ayırır, pul ayırır. Burada da biz Koreya təcrübəsinə baxırıq. Mən özüm də Koreyada akselerasiya proqramı məzunu olmuşam. Oradakı praktikanı götürürük və preinkubasiya, inkubasiya, akselerasiya yekunlaşdı deyə o artıq şirkətləşməyə başlayır. Bu etapda da KOB agentliyinin startup şəhadətnaməsi bizə kömək olur. Artıq məsələn bir süni intellekt startupı var ki, bizim Texnoparkda fəaliyyət göstərən 30-dan çox ödənişli müştərisi var. İkinci kurs tələbəmiz tərəfindən qurulub bu layihə marketinq departamentləri üçün süni intellekt platformasıdır və yenilikcə startup şəhadətnaməsi də alır. Artıq o səviyyəli şirkətlərə də biz investorun tapılmasına kömək edirik. Günün o siklın hər etapında biz Texnoparkalara rol alırıq. Bu deyək bir tələbənin startup fəaliyyəti. Bir də tədqiqatçının tədqiqatdan gələn startup fəaliyyəti var. Burada isə bizdə texnoloji transfer mərkəzi var. O tədqiqatçının, belə deyək, o tədqiqat işinin əqli mülkiyyət alınması, ixtira kimi, patent kimi, faydalı model kimi, daha sonra əqli mülkiyyətin biznes subyektlərinə təqdim olunması və biznes subyektləri ilə birgə bir müəssisənin yaradılması ya produktun yaradılması, bu istiqamətdə də biz texnoloji transfer mərkəzi ilə iş aparırıq. Çox gözəl. Bir çox gənclər startup qurmağa meyilli olur, amma yolun yarısında uğursuz olurlar. Bəli. Sizcə bu uğursuzluq nədən yaranır və ümumiyyətlə Texnopark olaraq bu boşluqları necə doldurursunuz? Biz bunu müşahidə edirik həm universitet daxilində, həmçinin ölkə səviyyəli proqramlarda da. Hətta statistika da göstərir ki, dünyada çox uğurlu startupları quran şəxslərin yaşı hardasa 40 civarıdır. Bu o demək deyil ki, aşağı yaşda şəxslər startup qurmamalıdır. Ancaq o illər keçdikcə o qurma təcrübəsi ən sonunda artıq professional biznes insanına çevrilir həmin şəxslər. Biz bunu müşahidə edirik. Burada ən böyük çətinlik o tələbələrin, ixtiraçıların, tədqiqatçıların bazarla əlaqəsinin zəif olmasındadır. Bazar deyəndə burada şirkətləri,
alan tərəfi nəzərdə tuturam. Onunla əlaqəsinin zəif olmasında olur. Hətta hər gün biz bir şirkətlə görüşürük demək olar Texnoparkda və hər dəfə biz çox belə heyrətlənirik ki, kommunikasiya, o məlumatın mövcudluğu haqqında bir bilgini kiməsə ötürmək, bu necə belə deyək, rahat bir şeydir, amma heç kimdə etmir. Yəni bu ən böyük məncə problemdir. Çünki tədqiqatçı bilmir, məsəl üçün deyək, dövlətin ən böyük şirkətində nə problemlər var ki, o həll etsin. Dövlətin ya da özəl sektorun ən böyük şirkəti də asanlıqla öz problemlərini kənara çıxarmır ki, kənardan o açıq innovasiya modeli deyirik, onu qursunlar. Bu bir mədəniyyət kimi formalaşır təbii ki, bu bir anda olan bir şey deyil. Amerika nümunəsində illər ərzində formalaşır. Əlavə olaraq yeni bilikləri əldə etmək indiki dövrdə mən deyirəm daha önəmli olub. Çünki süni intellektin də artıq bazarda olması ümumiyyətlə nəzəri bilik məsələsi tamamilə dəyişir. Bütün sahəni dəyişir. Bəli, bütün sahələri dəyişir. Ənənəvi sektorlara mən heç girmirəm hal-hazırda. Xüsusilə IT sahəsində çox böyük transformasiya baş verir. Biz elə Hindistan nümunəsində də görürük onu. Amerikanın bir çox böyük şirkətinin IT komandası, IT talantı Hindistanda outsourcing şirkətlərdir. Biz görürük ki, hər gün minlərlə şirkət bağlanır Hindistanda. Çünki məsələn, məşhur bir model artıq bir çox şirkətdə kod yazmada istifadə olunur və artıq o minlərlə kod yazan şəxsi əmək bazarına uzaqlaşdırır. Halbuki kod yazmaq bəlkə də son 3 ilə qədər, 4 ilə qədər dünyada ən dəyərli, ən çox maaş alınan bir sahə idi. O tamamilə dəyişir. Və belə bir mühitdə o tələbələrin yeni biliyi axtarmağı, öyrənməyi, nəyi öyrənməyi əslində onu başa düşmək ən önəmli belə deyərdim məsələdir. Bəlkə də bütün müəllimlər universitet əslində ona çalışmalıdır ki, qəbul etməlidir ki, artıq insan özünü öyrənməyi bacarmalıdır. Çünki yeri gəldi universitet müəllim də artıq o sürətdə belə deyildi, bilik ötürənməyəcək tələbəyə. Yalnız universitet mühit olmalıdır ki, öz-özünü öyrənməyi aşılasın ona və artıq o nəzəri bilgi hər şeydə o modellərdə var götürüb, universitetdəki laboratoriyalarda qurur, Texnopark vasitəsilə kommersiallaşdırsın. Belə bir konsepsiya üzərində getməlidir. Bu yenə dediyim kimi, tələbələrin uğursuz olmasından bir məsələlərdən biridir və bu istiqamətdə məncə yeni model işləyə bilər. Az öncə biz süni intellektdən danışdıq. BMU Texnoparkında süni intellekt əsaslı layihələrə xüsusi bir belə deyək də prioritet verilirmi? Təbii ki, verilir. Biz həm özəl şirkətlərlə, dövlət qurumları ilə də danışırıq ki, süni intellekt elə bir şeydir ki, ona həmçinin əlavə vəsait də lazımdır, resurs da lazımdır, IT resursu lazımdır deyə bu istiqamətdə biz şirkətlərdən xüsusi dəstək paketləri alırıq ki, tələbələr öz layihələrini formalaşdıra bilsinlər. Əlavə olaraq bizim ölkəmizdə təbii ki, aqrar sahə, kənd təsərrüfatı əsas sahələrdən biridir. Məsələn, bizdə dekanımız Vaqif Qasımov rəhbərliyində bir AgroGPT layihəmiz var. Hansı ki, big datalarının əldə olunması, kənd təsərrüfatına yararlı sahələrin analizi, bu istiqamətdə böyük bir platform üzərində işləyirik. Bu bizim tədqiqat layihəmizdir. Əlavə olaraq qeyd etdiyim kimi bir süni intellekt startupımız var ki, şirkətlərin marketinq şöbələri üçün o bir növ avtomatlaşma, analiz, target, hədəfləmə həlləri verir. Əlavə olaraq bizdə təhsil texnologiyaları, EdTech sahəsində süni intellekt layihələri mövcuddur. Həmçinin müdafiə sənayesində bizdə drone layihələrimiz də mövcuddur ki, orada süni intellekt komponenti var, orada proqram təminatı hissəsində. Əlavə olaraq bir çox şirkətlər bizə müraciət edirlər ki, sizdə süni intellekt bilən mütəxəssislər varsa biz işə cəlb etmək istəyirik. Çünki hal-hazırda əmək bazarının ən çox axtarılan kadrlardır süni intellekt. Elə birbaşa deyə istehsalatın özündə yox, amma marketinq sahəsində, kontent yaratmaq sahəsində, analitika sahəsində süni intellekt ekspertlər axtarılır. Biz istəyirik elə Bakı Mühəndis Universiteti, həmçinin yenə dediyim kimi dövlət qurumlarla danışırıq ki, pilot səviyyəli süni intellekt layihələrində bizim laboratoriyalarda, bizim Texnoparkda dövlət qurumları ilə biz birgə işləmək istəyirik. Bu, bizdə olan 7000-dən çox tələbənin inkişafına da böyük təkan verəcək. Əlavə olaraq süni intellekt layihələrində datanın keyfiyyəti önəmlidir. Bizdə hal-hazırda bir layihə var ki, 1000-dən çox tələbəni biz hazırlayırıq onu. Böyük şirkətlər üçün biz outsourcing talent xidməti də verə bilərik. Universitet daxilində fəaliyyət göstərən bir özəl müəssisəmiz var. Tədqiqat layihə
MMC belə deyək. Onun da timsalında biz düşünürük ki, konsaltinq və sairə xidmətlərdə universitetdə olan talant vasitəsilə şirkətlərə təqdim oluna bilər. Yəni bu istiqamətdə yenə dediyim kimi universitetdə əlavə gəlirin yaradılması, universitetin maliyyə dayanıqlığının təmin olunması və bazarın tələb olunan süni intellekt sahəsində də işlərin görülməsi bizdə prioritetdir. Vüsal müəllim, baxın fəaliyyətiniz dönəmində geriyə baxanda belə deyək də, mən universitetdə bu sistemi qurdum və bu uğura nail oldum deyəcəyiniz ən böyük hədəfiniz, vizyonunuz nədir? Açığı şəxsən mən özüm belə deyək, geriyə baxanda nəyi görmək istəyərəm? Bakı Mühəndis Universitetinin Texnoparkı IT şirkətləri üçün bir hub olması bu şəxsən mənim istədiyim bir şeydir və bu istiqamətdə artıq bir böyük texnoloji şirkəti ilə tərəfdaşlığa başlamışıq. İndi yeni bir şirkətlə də başlayacağıq. Ölkə və şirkət adı burada sayılmır, amma beynəlxalq şirkətlərdir bunlar. Məsələn, bu bir istiqamətdir ki, mən bunu çox istəyirəm. Çünki xüsusilə süni intellekt dövründə gəldiyini görürük. Süni intellekt IT sahəsi mən belə başa düşürəm ki, tələbələrimizi çox asan formada o platformaya, o sahəyə biz transfer edə bilərik və onlar orada sürətlə yetişə bilərlər. Və həmçinin də bu, məsələn, yeni yaranan bir sahədir. Düzdür, onun elmi tərəfi deyə uzun illərdir var, amma o alətlərdən istifadə yeni trend olub. Mən düşünürəm ki, burada bir sürətlə digər ölkələrlə də rəqabət apara bilərik, bu bir istiqamət. Əlavə olaraq, mənim istəyim, arzum olar ki, BMO Texnopark uzun illər bizdə olan texnoparklar arasında tanınmış biri olsun. Texnopark, məsələn, digər texnoparklarda universitet komponenti yoxdur. Yeni artıq universitetlərdə biz texnopark görürük. BMO Texnopark ilk universitet daxili texnoparkdır. 2016-cı ildə yaradılıb. Bəli, 2017-ci ildən deyə aktiv fəaliyyətdə olub. Mən çox istəyirəm ki, bir texnoparkın universitetə nə dərəcə fayda verə biləcəyi üçün biz nümunəvi işlər görək, universitetin tələbələrinin praktiki yetişməsi, universitet üçün əlavə gəlir kanallarının formalaşması və düşünürəm ki, bu formatda müsbət nümunələr həmçinin dövlət səviyyəsində də çox müsbət qarşılanacaq və dövlətin bu sahəyə həm investisiyasını da artıracaq, əlavə olaraq dövlət şirkətlərinin, qurumların kənardan alacağı IT həllər, innovasiya həlləri və s. artıq o idxal əvəzləyən həllər artıq bizdən formalaşacaq və onlar idxal haqqında fikirləşməyəcəklər. Biz bunu qonşu ölkə nümunələrində də görürük. Texnoparklar ümumiyyətlə sözə başlayanlar deyirlər ki, biz bu il bu qədər ixrac elədik. Yarım milyard, 1 milyard, 2 milyardlıq biz xidmət ixrac eləmişik. Əslində, bütün bu qurduğumuz konseptin yekun məqsədi odur ki, birinci daxili bazar üçün həllər vermək və daha sonra isə təbii ki, BMO Texnopark Azərbaycanda innovativ məhsul ixrac edən bir platforma olması. Bu təbii ki, mənim şəxsən ən böyük arzum olar və bu istiqamətdə də biz komandamızı böyüdürük, yeni tərəfdaşlıqlar qururuq və elə bu platformadan da mən hamını dəvət edərəm ki, BMO Texnoparkla biz tərəfdaşlıq edək. Həm sizə faydası olsun, həm universitetə, həm cəmiyyətə. Çox gözəl. Ümid edirik ki, eşitdilər sizin mesajınızı. Bizim verilişimiz efirə getmədən öncə bir anons vermişdik. Həm şəxsi sosial şəbəkələrində, həm də digər platformalarımızda. Tamaşaçılarımızdan gələn suallarımız var idi. Yəni, süni intellekt rəqəmsallaşma ilə bağlı. Onlardan vaxt, belə deyək də, azlıq olaraq ikisini seçmişik və o sualları ünvanlamaq istərdik. Sualın birincisi budur ki, süni intellekt hansı peşələri tamamilə yox edəcək və mənim övladım hansı sahədə təhsil almalıdır ki, 5-10 il sonra işsiz qalmasın? Bu çox maraqlı sualdır. Edəcəkdən daha çox edir. Yəni, hal-hazırda onu yaşayırıq. Mən çox net deyərdim bunu. Məsələn, dizaynerlər. Siz özünüz də media sahəsində görürsünüz ki, bir kontent yaratmaq artıq, deyək, qrafik kontent çox sadələşib. İndi videoda sürətlə yayılır. Məsələn, bu çox belə deyək, əgər bir şəxs qrafik dizayner bu sahədə oxuyursa, bəlkə yenə bir fikirləşməlidir ki, artıq insanın 2 günə edəcəyi dizaynı bir promptla 3 saniyə, 5 saniyə etmək olur. Əlavə olaraq, ümumiyyətlə media sahəsi deyək, süni intellektdən çox təsirlənir. Süni intellekt bizi əvəz edəcək. Təbii ki, orada bir çox insan, məncə düşünürəm, yenə insan faktorunu orada axtaracaq. Amma hər bir halda biz onu görürük ki, media biznesi kimi baxsaq, oradakı proseslərə baxsaq, xüsusilə orada ən xərcli proses kontenti yaradılması idisə, ona artıq süni intellekt alətləri edir. Əlavə olaraq tədrisin özü mən deyərdim. Çünki
Mən özüm də məsələn ingilis dilini praktika etmək istəyəndə modeldən istifadə edirəm. 2 saat mən səsli formada süni intellekt modeli ilə danışıram. Halbuki onun üçün mən hansısa bir plazaya getməli idim, kursda oturmalıydım, yaxşı müəllim tapmalıydım. Amma hal-hazırda ana dili ingilis dili olan bir süni intellekt modeli ilə mən danışıq praktikamı edirəm. Məsələn, tədris məsələsi var. Tip sahəsində çox böyük təsir olacaq. Mən deyərdim ki, bəlkə də elə bir sahə yoxdur ki, süni intellekt ora təsir eləməsin. Mən deyərəm, valideynlər bəlkə də bunu düşünməlidir ki, tələbələr, yəni övladları hansı formada özünə öyrənməni inkişaf etdirə bilərlər ki, kiminsə yardımı olmadan o artıq süni intellekt modellə danışıb, düzgün suallar verə bilsin, nə istədiyini başa düşsün. O ikisini bilirsə zaten o süni intellekt model ona lazım kontent məlumatı verir, başlayır öyrənməyə. Və mən deyərdim, insan əlaqələri, emosional intellekt məncə, mənim şəxsi fikrimdə çox önəmli olacaq. Çünki əvvəlki dövrdə biz nə gördük? Bir insan mühəndisdirsə, bir insanın güclü riyazi bacarığı varsa, problem həll edə bilirsə, o yaxşı danışmasa da, kobud da olsa, komandada yeri gəldi, bəlkə də çox bəyənilməyən insan da olsa, onu yeni qəbul edirlər ki, bu insanda belə xüsusi bir istedad var. Amma indi artıq o biliklərin hamısı süni intellektə keçir. İnsanla əlaqə, insanla dostluq, biznes mühitində uzun müddətli fayda verən əlaqələrin qurulması, yəni psixologiya, bunlar hamısı artıq sırf insana xas olan maraqlı belə xüsusiyyətlər olduğu üçün mən deyərdim bu hissə məncə vaxt keçdikcə önəmli olacaq. İkinci sual da budur ki, texnoparka qoşulmaq üçün mütləq proqramist və ya IT mütəxəssisi olmaq lazımdırmı? İqtisadiyyat, dizayn və ya humanitar sahədə oxuyan tələbələrin orada yeri varmı? Təbii ki var. Onu qeyd edim ki, elə Bakı Mühəndislik Universitetinin özündə bizdə 4 fakültə var. IT, mühəndislik, memarlıq və inşaat və iqtisadiyyat və idarəetmə. Və bizim texnoparkda olan tədbirlərdə, proqramlarda, startup layihələrində bu 4 fakültədə olan tələbələrin hamısı iştirak edir. Biz hətta yeni bir sistem qururuq hal-hazırda. Biz ümumiyyətlə məsəl üçün yalnızca mühəndislərdən ibarət olan, yalnızca iqtisadiyyatçılardan ibarət olan komandalar qəbul etmirik. Biz məcburiyyət qoyuruq ki, komanda multidisiplinar olmalıdır. Komandada həm mühəndis, həm dizayner, həm iqtisadçı, geri gəldi, belə deyək də, IT və s. Yəni, fərqli bacarıqları olan şəxslərdən ibarət komanda olmalıdır ki, o layihə uğurlu və davamlı olsun. Və bu cəhətdə mən deyərdim ki, dediyiniz sahələrin hər birində də əslində startup proqramlar mövcuddur, müsabiqələr mövcuddur. Məsələn, dizayn müsabiqələri var, belə deyək, fintech, məsələn, iqtisadiyyatdan biz danışırıqsa, maliyyə texnologiyaları sahəsi var. Mühəndislik öz yerində, orada süni intellekt, IT, startuplar zaten çoxdur, IT öz yerində. Amma xüsusilə iqtisadiyyat və kreativ sahə deyək, biz bunun ümumiyyətlə startup sahəsinin günü-gündən artdığını, aktivliyini görürük. İqtisadiyyat həmişə olub onsuz da, işin pul tərəfi olduğu üçün. Amma dizaynın daim artdığını biz görürük. Aha. Və son olaraq Vüsal müəllim, süni intellekt, ümumiyyətlə rəqəmsallaşma, startup sahəsində uğur qazanmaq istəyən gənclərə şəxsi mesajınız nə olardı Təsir TV kameraları vasitəsilə? Mənim şəxsi mesajım o olardı ki, ümumiyyətlə həvəsdən düşməsinlər. Çünki məncə bilikdir, bacarıqdır. Bunlar hamısı vaxt keçdikcə əldə olunur. Əsas məsələ odur ki, sözünüz başa düşəsiniz ki, nə sizi həvəsləndirir, nə olanda həvəsdən düşürsünüz, o mexanizmi qurasınız ki, öz emosional balansınız yerində olsun ki, siz addımlaya biləsiniz. Çünki mən özüm də bir çox tələbə ilə işləyəndə, öz gəncimdə də görmüşəm ki, bəlkə də çox-çox uğurlu layihələr ola bilərdi, amma olmamasının yeganə səbəbi həvəsdən düşüb o layihədən geri çəkilməkdir. Yəni, əsas onu məncə həll etsələr yaxşı olar. Və bunu həll etmənin yolu nədir? O işi niyə elədiyini başa düşmək. O niyə nə qədər dərindirsə, səbəb, məqsəd nə qədər dərindirsə, o səni belə deyək, o səthi maneələr səni təsir eləməyəcək, davam edə biləcəksə bir məsələ oldu. İkinci məsələ, mən deyərdim ki, nə qədər ki enerji var, boş durmağın bir mənası yoxdur. Bütün dünyada biz görürük ki, heç bir yerdə asan formada əylənərək, yalnızca əylənərək uğur əldə etmək demək olar ki, mümkün deyil. Hər yerdə disiplin var, hər yerdə öyrənmə həvəsi var, əziyyət var, praktika var və bu hər yerdə də sevilən bir şeydir.
yəni qorxulan, belə deyək, uzaq durulan bir şey deyil. Bizdə də məncə o mədəniyyət həm valideynlər tərəfindən gənclərə, uşaqlara, tələbələrə aşılansa, həm də ümumiyyətlə ölkəmizdə biz görürük ki, əziyyət çəkən insanların qabağa getməsi mümkündür. Bu özü də bir məncə motivasiyadır ki, insanlarda o sosial mobilliyin mövcudluğuna inam olsun və onlar nə qədər çox əziyyət, o qədər çox nəticə o modellə işləyə bilsinlər. Əlavə olaraq mən deyərdim ki, məktəblilər mütləq universitet mühiti ilə əlaqəsi olsun, yay məktəbləri və s. Elə məktəbli vaxtından o mühitlə tanışlıqları olsun. Həmçinin universitetlərdə olan tələbələrin mütləq iş dünyası ilə əlaqəsi olsun ki, o özünü psixoloji hazırlasın o mühitə. Yoxsa anidən o universitetə düşəndə ya da iş dünyasına düşəndə biraz çətin olur. Onu başa düşmək, oyunun bir növ qaydalarını başa düşmək, orada yüksək performans göstərmək. Onun üçün o hazırlıq məsələsi, yenə burada psixoloji məsələ gəlir ki, özünü hazırlamaq. Əlavə olaraq da süni intellekt, yəni ki, bu necə deyərlər, əvvəllər məsələn sosial media istifadə edirsən ya yox, bu əsas sual idisə, ya da lap əvvəllər deyək, internetdən istifadə edirsən ya yox, hal-hazırda da süni intellektdə hər şeydə, süni intellektdən istifadə edirsən ya yox, ən əsas sualdır. Yəni çox gözlədiyimizdən daha çox fərq var. Günlərlə edilən işi 1 saatda 3 dəqiqə, 5 dəqiqə etmək mümkündür artıq. Bu həm şansdır, həm də bir növ hər kəsə bəlkə də stimul olmalıdır ki, o yeniliyə uyğunlaşsın, ayaqlaşsın. Bugün məsəl üçün 1x dəyəri varsa bazarda, süni intellektdən o dəyərini 100x-ə, 1000x-ə çatdıra bilər. Amma əksi də ola bilər və onun üçün məncə nə qədər sürətli hərəkət etsək, nə qədər çevik olsa, o önəmli olar. Həmçinin Harvard Business Review-da da bir çox məqalələrlə biz görürük ki, hər dövrün orada qeyd edirlər ki, əsas bacarığı nə olmalı. Məsələn, indiki dövrün ən böyük bacarığı, onu qeyd edirlər ki, sizin adaptasiya bacarığınız olmalı. Siz yeniliyə açıq olmalısınız. Başqa halda təbii ki, o həyatın bir növ qanunu kimi o çətinliklərlə üzləşəcək, mütləq o yeniliklərə açıq olmalıdır. Samimə sizə çox təşəkkür edirəm səmimi söhbət üçün. Çox sağ olun ki, təklifimizi qəbul etdiniz və özəl müsahibənin qonağı oldunuz. Siz sağ olun, dəvət üçün təşəkkür edirəm. İşlərinizdə uğurlar arzu edirik. Bununla da özəl müsahibə verilişi dəyərli izləyicilərimiz sona çatdı. Bir daha qeyd etmək istəyirəm ki, özəl müsahibənin bugün özəl qonağı Bakı Mühəndislik Universitetinin nəzdində fəaliyyət göstərən Texnoparkın direktoru Vüsal Süleymanlı idi. Növbəti buraxılışlarda görüşmək ümidi ilə sağ olun.